Salam, hər birinizi xoş gördük. Söz və Səs kanalının dəyərli izləyiciləri. Bugün uşaqların cəmiyyətə baxışı verilişinin növbəti çəkilişində hər birinizi salamlayırıq. Xoş gəlmisiniz uşaqlar. Çox sağ olun. Çox sağ olun. Özünüzü təqdim edin. Salam, mən Masazır 4 nömrəli tam orta məktəbin 6C şagirdi Nərmin Quliyeva. Mən İlqar Məmmədov adına 298 nömrəli tam orta məktəbin 6C sinif şagirdi Salmazadə Akif. Uşaqlar, bugünkü mövzumuz əslində elə sırf sizi maraqlandıran bir mövzudur. Düşündük ki, cəmiyyətdə bizim yeniyetmələrin və gənclərin maraq dairəsində olan bir mövzu olsun və elə bir mövzu olsun ki, birbaşa, bilavasitə o mövzunun içərisində olsunlar. Ona görə də düşündük, belə bir mövzu seçdik ki, hal-hazırda təhsil müəssisələrində, məktəblərdə durum necədir? Siz bunu necə qiymətləndirirsiniz? Və məktəblərdə daha hansı xüsusiyyətlərin olması sizin fikrinizcə yeniyetmələrimizi, gənclərimizi, siz yaşda olan şagirdlərimizi məktəbə daha çox cəlb eləyər və daha çox məktəbləri onlara sevdirər. Belə bir mövzu ilə istədik müzakirə edək və istərdim ki, ilk sual olaraq sizə belə bir sual ünvanlayım ki, necədir ümumiyyətlə vəziyyət? Hazırda elə götürək sizin təhsil aldığınız təhsil müəssisəsində olsun və yaxud da ki, cəmiyyətdə öz çevrənizdə digər təhsil müəssisələri ilə əlaqəniz çox güman ki var, yoldaşlarınızın, dostlarınızın vasitəsilə. Bilmək istərdik ki, necədir ümumi vəziyyət sizcə təhsil müəssisələrində? Məncə çox yaxşıdır. Bizim məktəbimizdə bizə dərsləri həvəslə başa salan müəllimələrimiz var və biz o dərsləri həvəslə öyrənirik. Bizim məktəbdə də çox yaxşıdır. Müəllimlərimiz, yəni belə deyək ki, müəllimlərimiz uşaqlara rahatlıqla dərsi öyrədirlər. Amma o uşaqdan da asılıdır ki, uşaq müəllimin başa saldığı dərsi rahatlıqla başa düşsün. Söhbət edən müəllimlərdən düşmüşkən onda mən sizə belə bir sual verim ki, yaxşı, bəs deyirsiniz, müəllimlər yaxşı izah eləyirlər. Necədir, yaxşı müəllim necə olur? Yəni sizin düşüncənizdə belə deyək də, o yaxşı müəllimin xarakteristikasını, yaxşı müəllimin portretini necə görmək olar? Onu mənə izah edin bir. Müəllimlər şagirdlərə qarşı ilk növbədə mehriban olmalıdırlar ki, şagird də müəllimi sevsin. Əgər şagird müəllimi sevsə, onun dərsinə qarşı həm həvəsi artar və o dərsi daha yaxşı başa düşər deyə düşünürəm. Sən nə deyirsən? Məncə Nərmin düz deyir. Yəni müəllimlər uşaqlara qayğı ilə dərsi keçsələr, uşaqlar da müəllimləri sevəcək və onların dərsinə hörmətlə yanaşacaqlar. Yəni səncə belə düşünürsən ki, onda bütün məsuliyyət müəllimlərin mi üstündədir sadəcə? Xeyr. Hər hansı bir fən müəllimi uşağa dərs keçir və müəllim uşağa məsuliyyət qoyursa, o uşaq əlindəki şansı dəyərləndirib müəllimə hörmət qoymalıdır, məsuliyyət. Bəli, təbii ki. Yəni bu qarşılıqlıdır da, mən belə başa düşürəm. Qarşılıqlı. Onu deməyə çalışırsınız. Sizcə ilk belə deyək də o növbədə hansı tərəf daha diqqətli, daha hörmətlə yanaşmalıdır qarşı tərəfə? Şagirdlər məncə. Çünki şagirdlər gözəl davransa, müəllimlər də o şagirdi sevərək gözəl davranır. Bəli. Yəni əslində bir belə deyək də böyük olaraq, müəllim olaraq deyil də bir normal düşüncəli insan kimi yanaşsaq, təbii ki, ilk növbədə şagirdlərin davranışı daha önəmlidir. Bəs yaxşı, belə bir sual məni maraqlandırır ki, hal-hazırda cəmiyyətdə gəncləri və yeniyetmələrin hamısı eyni tərzdəmi deyək, eyni dərəcədəmi deyək, məktəbi sevirlər və məktəbə bağlıdırlar, yoxsa? Məncə xeyr. Uşaqlar, yəni bizim yaşlılarımız daha çox sevir. Böyüklər isə, yəni 10-cu sinif, 11-ci sinifləri isə çoxdan məktəbə abituriyent olduqları üçün çoxdan məktəbə gedənmirlər deyə məncə daha az sevirlər. Sən necə düşünürsən, Akif? Məncə hər kəs məktəbi sevməlidir. Sevməlidir, bu bir başqa məsələ. Tamam, amma sevirmi?
elələri var, məktəbi sevmirlər, amma bu məktəbi sevmirlərsə, bu onların sonuna gedib çıxır. Belə deyə bilərik. Yəni təhsil almalıdırlar. Hər kəs məktəbdən onda təhsillimi getməlidir? Beləmi düşünürsən? O əslində şagirdlərin öz qərarıdır, amma məncə oxumaq hər şeydən yaxşıdır. Təhsilli olmaq. Yaxşı. Nəzrin, sən deyirsən ki, Nərmin, üzr istəyirəm. Nərmin, sən deyirsən ki, böyük yuxarı siniflərdə vəziyyət biraz daha dəyişikdir. Düzdür? Evdə hər halda böyük bacın ya qardaşın var. Bacım var. Aha. Mən belə başa düşürəm ki, sən onunla olan o münasibətdən bu fikri deyirsən. Yəni bax bu şəkildə ixtisaslaşma mı deyək, qruplaşma mı deyək? Məsələn, yuxarı siniflərdə bilirik ki, artıq necə deyim, öz ixtisaslarına uyğun fənləri daha çox oxuyurlar da şagirdlərimiz. Bu doğrudurmu səncə, yoxsa? Bəli, düzdür. Böyük siniflər, abituriyentlər öz qruplarındakı fənlərə daha çox üstünlük verirlər. Yəni belə də olmalıdır demək istəyirsən, yoxsa necə? Məncə daha çox öz fənlərin, yəni öz qruplarında olan fənlərə daha üstünlük verib, amma o birisi dərslərdə oxumalıdırlar. Sən necə düşünürsən, Akif? Yəni bu ixtisaslaşma bizdə bugünkü gün təhsil müəssisələrində lazımdırmı? Məsələn, belə deyək, nümunə üçün tutaq ki, 3-cü qrup üzrə, 3-cü ixtisas qrupu üzrə hazırlaşan bir abituriyent deyək. O kimyanı, fizikanı və yaxud da ki, coğrafiyanı deyək də. Yəni öyrənməsə bu normaldır, yoxsa necə? Məncə normal deyil. Çünki həmin uşaq istədiyi bir qrupa daxil olmaq istəyirsə, həmin o qrupda olan fənləri öyrənməlidir, bilməlidir. O fənlərdən başqa bəs? O fənlərdən başqa digər fənlərə də hörmətlə yanaşmalıdır. Yəni bu o demək deyil ki, ona lazım olan fənləri oxuyub lazım olmayan fənləri oxumamaq. Yəni məncə doğru deyil. Sən əlavə etmək istədiyin fikir var qızım? Yəni öz fənlərindən savayı, yəni başqa fənlərə də hörmətlə yanaşmalıdırlar. Tək hörmətdən də başqa bir pedaqoq kimi mən düşünürəm ki, bəli. Çünki insanın həyatının müəyyən bir mərhələsində mütləq şəkildə o fənlərə ehtiyacı olur. Mütləq şəkildə o belə deyək də həyatının müəyyən bir qismində o fənlərdən qaynaqlanmağa məcbur olur. Məsələn, istəyir ixtisasca hər hansı bir digər həkim olsun, tutaq ki, o da müəyyən bir durumda, müəyyən bir məqamda coğrafiya fənninə ehtiyacı olur. Ədəbiyyata mütləq şəkildə ehtiyacı olur. Yəni bu məncə çox vacib məsələlərdən biridir hal-hazırda təhsil müəssisələrində. Bəs uşaqlar, tamam, çox gözəl ki, siz bu cür problemləri görürsüz əslində. Amma bunu görməklə yanaşı elə bir təklifiniz varmı ki, siz indi bir belə deyək də yeniyetmə uşaqlar kimi beyniniz çox gözəldir, hal-hazırda sizin ən gözəl dövrlərinizdir. Elə bir təklifiniz, elə bir fikriniz varmı ki, bu təhsil müəssisələrində daha yaxşı nəticəyə gətirib çıxara bilər? Mən məsələn, təhsil müəssisələrində elə məktəblər olur ki, onların idman zalları yoxdur. Amma yəni təhsil müəssisələri buna bir çarə tapmalıdır. Çünki məsələn, bir məktəbdə var, bir məktəbdə yoxdur. Məsələn, bir məktəbdə olan uşaqların fiziyi yaxşıdırsa, digər məktəbdə olan uşaqların fiziyi yaxşılaşmır. Yəni fiziki durumu. Bəli, fiziki durumu yaxşılaşır. Mən də Akifə qatılıram. Yəni fiziki tərbiyə dərsi də bizim sağlamlığımız üçün lazım olan bir dərsdir. Bütün dərslər keçirilməlidir deyə düşünürəm. Yəni belə deyək də texniki bazanı da yaxşılaşdırmaq lazımdır. İdman zalı olmalıdır. Yəni dərslərə daha titiz yanaşmalıdırlar. Şagirdlər də, müəllimlər də. Yaxşı. Daha məsuliyyətlə yanaşmalıdırlar məsələn. Məsuliyyətli. Yaxşı, belə deyək. Onda siz tutaq ki, elə bir dövr gəlib çatıb ki, siz ümumiyyətlə təhsil müəssisələrində hər hansı bir yeniliyi eləmək iqtidarındasınız. Yəni təhsil müəssisələrində, təhsil proqramında hətta bunu eləmək ixtiyarınız olacaq səviyyədəsiz və orada siz ilk olaraq nəyi eləyərdiniz ki, bax bugünkü gün
kifayət qədər artıq düşüncə tərzini ifadə eləməyi bacaran bir gənclərsiniz, yeniyetmələrsiniz, maşallah olsun. Sual verirəm və aldığım cavablar məni kifayət qədər heyrətləndirir. Çünki fikrinizi çox səlis şəkildə ifadə edirsiniz. Mən də bilmək istəyirəm ki, indiki bax hal-hazırda məktəblərdə daha artıq nə olmasını, yəni söhbət idman zallarından getmir. Artıq onu başa düşdük. Yəni ümumilikdə proqramda mı deyim, müəllimlərin davranışında mı deyim, ümumilikdə rəhbərlikdən tutmuş texniki bazaya qədər hansısa bir əlavə eləmək istədiyiniz və yaxud məktəbimizdə kaş belə bir şey də olsaydı deyə və yaxud dərslərdə belə bir şey də olsaydı deyə düşündüyünüz məqam varmı? Bəli, var. Aha. İlk öncə mən ona edərdim ki, məktəbimizdə bilik yarışlar keçirilsin. İkinci növbədə də ona edərdim ki, ağıllı lövhələr gəlsin. Bunlar daha əlverişli olardı məktəbimizdə. Aha. Yəni hal-hazırda mənə elə gəlir, məktəblərin bir qismində bunlar var. Bəli, bir qismində var, amma yəni bütün siniflərdə olmasını istəyərdim. Bizim məktəbimizdə bəzi siniflərdə var. Aha. Hamısının olmasını istəyərdim. Olar, inşallah o da olar. Buyur. Bizim məktəbdə məsələn mən istəyərdim ki, bizim məktəbdə var, amma mən istəyərdim ki, digər məktəblərdə də olsun və uşaqların biliklərinin daha yüksək, yəni nitq bacarıqlarının daha yüksək artması üçün müxtəlif dərnəklər keçirilsin. Əhsən, gözəl ideyadır. Məsələn, ədəbiyyat dərnəyi, bizim məktəbdə ədəbiyyat dərnəyi keçirilir. Mən ədəbiyyat dərnəyinə gedirəm, mən nə qədər maraqlı olduğumu bilirəm. İnsanların, yəni uşaqların, bizim yaşımızdakı yeniyetmələrin orada nitq bacarıqları olmayan uşaqların inkişafının düzəlişidir. Yaxşı. Kifayət qədər dəyərli fikirlər idi əslində. Yəni hal-hazırda bildiyim qədərilə təhsil proqramına uyğun olaraq məktəblərdə əslində ədəbiyyat dərnəkləri də var. Ümumilikdə dərnəklər var bir neçə fəndən. Görünür ki, bunu daha da təkmilləşdirmək lazımdır və Akifin dediyi fikrə mən onu əlavə edərdim ki, bunun üçün dərnəkdən də əlavə müəyyən bir belə deyək də dərsdən kənar tədris olsa, kurs şəklində və yaxud bu şəkildə uşaqlar cəlb olunsa, nitq bacarıqları mütləq şəkildə inkişaf olunmalıdır. Razıyam həqiqətən və dünya ölkələrində də hal-hazırda ən çox belə deyək də inkişaf etdirilən sahələrdən də biri budur uşaqlar ki, insanlarda nitq bacarıqları artırılsın. Mən belə başa düşürəm ki, sizin danışığınızdan siz hər ikiniz kifayət qədər məktəbi sevirsiniz. Bəli. Yaxşı, onda səbəbi soruşsam, niyə sevirsiniz bu qədər? Yəni həm məktəbimizdə bizim gələcəyimiz üçün çox yararlıdır. Həm yəni orada öyrəndiklərimiz, bilik bacarıqlarımızdan biz gələcəkdə iş tapmaqda daha asan da olur və bəzi iş yerləri var ki, diplomsuz heç yəni işə girə bilmirsiniz. Ona görə də məktəb gözəl bir şeydir və mən məktəbi çox sevirəm. Bəli, həqiqətən günümüzün ən qlobal məsələlərindən biri mütləq şəkildə təhsilimiz olmalıdır və biz də bu təhsili məktəbdən əldə edirik, ona görə vacibdir. Akif, sənin də sözünü, fikrini alaq. Məktəblərimizdə ümumiyyətcə hər uşaq getdiyi məktəbi sevməlidir. Amma yəni mən həm də məktəbi sinif yoldaşlarıma görə sevirəm. Onları da çox sevirəm, məktəbi də çox sevirəm. İkisi bir yerdə olanda mənim üçün mükəmməl bir şey. Bəli, yəni sevgi ilə olunan iş sözsüz ki, çox mükəmməl nəticələr verir. Ona görə də mən sizə də, sizin həm yaşlılarınıza da ümumilikdə bütün Azərbaycan gəncliyinə, yeniyetmələrinə arzu edirəm ki, həqiqətən onları işıqlı gələcəyə doğru aparan məktəblərimizi sevsinlər, təhsil ocaqlarımızı sevsinlər. Bu arada yeri gəlmişkən, keçmiş Gənclər Günü münasibətilə də sizi təbrik edirəm. Çox sağ olun. Bir neçə gün öncə qeyd etdik bunu. Heydər Əliyevin bir sözü var, təhsil millətin gələcəyidir. Bəli, əla. Mütləq şəkildə biz bunu artıq dərk eləməliyik, öyrənməliyik və buna əməl eləməliyik. Çox təşəkkür edirəm sizə. Çox gözəl
çıxışınıza görə, çox gözəl həm söhbət olduğunuza görə minnətdaram hər ikinizə. Buyurun, son olaraq fikirlərinizi, sözlərinizi, ürək sözlərinizi demək istədiyiniz, izləyicilərimizə çatdırmaq istədiyiniz söz varsa dinləyə bilərik. Mən çatdırmaq istəyirəm. Buyur. Hörmətli izləyicilər, yəni siz bu videonu izləyirsinizsə, məktəbi sevməlisiniz, dərslərə qayğı ilə yanaşmalısınız, müəllimlərə məsuliyyət ilə yanaşmalısınız, oxumalısınız. Aha. Əgər məktəbi sevməsəz, gələcəyiniz üçün çox pis ola bilər. Gələcəkdə iş tapmaqda da, dost tapmaqda da belə deyək, çətinlik çəkərsiniz. Ona görə də dərslərinizi oxuyun. Əziz izləyicilərimiz, həqiqətən də çox belə deyək, mən sevindiyim məqamlardan biri də budur ki, uşaqlarımız bugünkü gün ümumiyyətlə mövzudan başqa burada veriləcək suallardan heç bir anlayışı yox idi və tam səmimiyyətimlə bunu etiraf edeyim ki, mən özüm də onların heç bir anlayışının olmamasını belə deyək də seçdim ki, istədim ki, onların hazırlıqlı olmadan o suallarla mən müraciət edeyim və çox qürurla da, fərəhlə də deyirəm ki, bugün studiyamızda qonaq olan hər iki şagirdimiz kifayət qədər məni heyrətləndirən, təəccübləndirən və eyni zamanda sevindirən cavablar verdilər. Nə yaxşı ki, Azərbaycan gəncliyi var və nə yaxşı ki, Azərbaycan yeniyetmələri, məktəbliləri bax bu şəkildə öz fikirlərini də ifadə edə bilirlər. Kifayət qədər də mükəmməl dünya görüşə sahibdirlər. Və bugünkü mövzumuzda son olaraq onu qeyd etmək istəyirəm ki, həqiqətən fikirlərinə əsaslanaraq və gənclərimizin təbii ki, fikirlərinə əsaslanaraq demək istərdim ki, məktəb də, təhsil də, elm də bizim də millətimizin gələcəyidir. Ona görə gələcəyimizdən müğayət olmaq üçün sevərək dərsimizi həm öyrənək, həm öyrədək. Hər biriniz salamat qalın.